Ölü kəndin diri insanları. Yəni mən belə görürəm bu verilişi. Ata tərəfin o xanıdandır. Düzdür, hamısı mənim Meşdağa deyir. Ana tərəfim Xızının Fındağan kəndindəndir. Mən orada belə bir hərəkət elədim. Rəhmətli komandir dedi ki, bu uşağın yeri Meşdağadır. Bunun ağlı yoxdur. Bunu Meşdağaya göndərir. Qabaqlar otururdun evdə. Ağsaqqal kişi oturur. Uşaq girəndə evə ağsaqqal ayağa qalxırdı. Durub gör Allahın adıyla zarafat eləyirlər. Salam əleykum. Yaxud qadın durur deyir, mən kişi kimi qadına. Estağfurullah. Səni Allah qərar verib qadın. Sən əməlində qadın kimi ol, kişi sənin yanında aciz olar. Üsyan qaldırmısan da Allah'a qarşı. Sən mənim Allahıma hörmət qoymayandan sonra mən sənə nə hörmət qoyum? Bir də gördüm ki, bir qardaş yaxınlaşdı, dedi, salam, siz Meşdağasınız, dedim, bəli. Dedi, biz Xızıdan gəlmiş. Dedim, gələn ayaqlarımızı qurban olaraq. O da şərəfsiz insanların sağlığına badə qaldırmışam. Öz sağlığını ziyan vurmuşam. Salam Murad müəllim. Murad, çox şadam ki, siz mənə dəvət elədiniz. Siz böyük bir yük götürmüşsünüz boynunuza, çiynimizə. Ölü kəndin diri insanları. Yəni mən belə görürəm bu verilişi. O bizim ulu babalarımızın torpağıdır. Mənim əslim köküm ata tərəfin o xanıdandır. Düzdür, hamısı mənim Meşdağa deyir. O torpağa da qurban olaram. Meşdağa ilə də çox bağlılığım var. Ana tərəfim Xızının Fındağan kəndindəndir. Yəni ki, o torpaqdan, uşaqlıqdan gözümü açandan ulu babam, babalam çox şeylər danışıblar. O torpaq bu məmləkətə, bu torpağa Mikayıl Müşfiq kimi insanları bəxş eləyib. Çox daxilərimiz var. Amma söhbət ondan gedir ki, həqiqətən bir gün ağır daş kimi siz çəkirsiniz, mən yenə də haradasa kövrənirəm. Ölü kəndin diri adamlarını axtarırsınız. Var olunuz, haqqınızı halal eləyirsiniz. Sizə mən çox böyük minnətdarlığımı bildirirəm. Xızı cəmaatı çox gözəl cəmaatdır, çox mehriban. Vəbşi belə ata-babaların sözündə var, qüdrətində var ki, deyirlər, dağ adamları möhkəm olur. Dostluqda, hər şeydə. Mənim daim var idi, Allah ölənlərimizə rəhmət eləsin. General-mayor Nuri Nəsirov, o axır vaxtlar Rusiyada aviasiya məktəbi direktor olub. Yəni ki, İrkutsk vilayətində Vışşı Voyenniy Lyotniy Uçilişinin müdürü olub. Neçə vaxtlar. 41-45'lerde iştirak edib, Leningradın müdafiəsində olub. İndi dünyasını değişib, orada da onu dəfn eləyiblər. Babam İskəndər kişi. İnşallah ondan çox getmişəm Xızıya, köhnə qəbristanlığa ziyarətə. Çox şeylər danışıb mənə Xızıdan. Xızı mənə çox doğma vətəndir. Amma hərdən biri gedəndə görürəm o Fındağanı, adamın ürəyi həqiqətən ağrıyır. Hasansa orada can var idi, hasansa orada uşaq sesi var idi, toy nağara var idi. İndi ancaq küləklər. İndi var olsun belə bir insanlara, gəliblər orada nəsə düzüb qoşurlar, əkinti ilə məşğuldular, obrisi ilə. Yəni də sağ olsunlar, ola unutmurlar, deyirlər ki, Xızı torpağına sağ olsun. Ona görə də Murad, mən sənə böyük dərinliyimi, öz adımdan tikçi yox, bütün Xızı cəmaatının adından sənə dərindən mənim minnətdarlığımı bildirirəm ki, həqiqətən sən böyük götürmüsən boynuma. Allah sənə bu dünyada versin, qardaş. O dünyada da sən
utananın üzerine girmeyeceksen. O seyitler var orada, ağır insanlar, bu dünyadan köçenler, elə mükemmelmiş bir özü qabağıma çıxar, deyər ki, var olasan. Var olasan ki, sen bunu da indi de çalış belə eləyək ki, senden sonra da bu belə misiyanı başka bir adama ötürəsən, o da sənin davamçın olsun da. Mənim arzum səndən budur. Deyirlər ki, insana layık olmayan təriflər olanda Allah iki tərəfdən lənətləyir. Həm təriflənənə, həm də tərifi qabul eləyənə. İnsan geri zəhmətkeşdir də, başa düşürsən. O körpə bebeği də ağlamasa, ana ona süd verməz. Ana onu bebeğdən qaldıranda başlayır neyləməyə, tərif eləməyə. Kimə? Allah'a. Şükür sənə mənim gözəl balam, sənə verənə şükür. Başa düşürsən. Tərif insanın hərəkətinə, onun yaşayış tərzinə tərif olmalıdır. Belə təriflər o tərifdir, o yaltaqlıqdır. Yani insan hayatta bilsin, kiməsə bir gün yaltaqlandı, işinə görə hətta. O bir gün böyük günah görür. Bizən insan gerek olmalıdır, mərd. Ona göre Allah dünyanı yaradanda ayırdı kişi, kadın, uşaq, qoca. Başa düşdün? Ona göre insan hər tərəfli düşünməlidir. Bu həyat belə bir şeydir ki, sen dünyaya gelmemişten qabaq Allah sənin çiynini misiya qoyub. İstəsən də qaça bilmərsən, istəməsən də. Hər insanın həyatda misiyası var. Başa düşürsən? İnsan gelir, yiyir, içir, gülür, danışır, həyatı yaşayır. Qocalanda oturur, aciz. Qapıya baxır, kim onu yad eləyəcək, heç kim onu yad eləmir. O başlayır axtarmağı özünə sirdaş. Heç doğmaları da ondan yorulublar. Tez ölsəydi canımız qutarardı. Düzdür, həqiqətdir də bu. Tərif deyil ki. Onda Allah yada düşür. O insan oturur, başlayır Allahla dərdləşməyə. Qəlb Allahın yolunu tapır. Başa düşürsən? Ona görə də insan geri gün ərzində 7 dəfə ölümlü yadına salmalıdır ki, öz yolundan aşmasın. Pisliği görməsin. O bilməlidir ki, ölümdür, var. Bax, hərdən bir mənə deyirlər, Murad, Allah sənin canımı sağ eləsin. Deyirəm, demə o sözü. Nə qədər sən mənə deyirsin, canımı sağ eləsin. Mənim canım onsuz da köçəridir. Mən köçəcəyəm bu dünyadan. Öləcəyəm də qardaş. Mənə neyirəm mən can sağlığı? Amma sən mənə deyirsin ki, Allah sənin günahından bağışlasın. Bu mənim günah qabıma bir dənə buğdadır. Sen mənə diri vaxtımda deyirsən günahımdan bağışlayanda Allah diri 70 günahından bağışlayır onu. Başa düşürsən? Ona göre ki günahsız insan yoktu axı. Günahla gelmişik ya biz dünyaya. Ama Allah bize misiya gönderib. Misiya. Böyük kiçiyimizi tanısaq. Qabaqlar otururdun evdə, ağsaqqal kişi otururdu. Uşaq girəndə evə ağsaqqal ayağa qalxırdı. Bəli, ayağa qalxırdı ağsaqqal. Sual verirdin, deyirdin ki, pes ağsaqqal, uşaq girib. Deyir, yox. Görürsən, balaca uşağa yas düşmür. Yas düşmür də, mələkdir o, təmizdir. Sən uşağa görə qalxmırsan, ha. Sən tanıdığın Allah var, ha. Onun yaratdığı məxluqa hörmətlə yanaşırsan. Allah da bunu qəbul edir ki, ona bax, mənim yaratdığıma gör necə bu ədəblə, ərkanla yaxınlaşır. Belə bir surə var Quranda, Loğman surəsi. Təsəvvür elə ki, bu sizin sözünüzü götürüləmək tərif sözünə. Loğman surəsində mən lori dilində başa salım ki, belə üzr istəyirəm, o ifadəmə kimi başa salım. Ona görə insan var ki, elm dilində çətin başa düşür də, o geçib belə kənd dilində. Loğman surəsində bir Loğman oturur, 3 dənə alim oturur, cənnət əhliləri.
Bunlar başlayırlar buna lağ eləməyə. Bunun burnuna bax, ha, bunun qulağına bax, ha. Lağ eləyirlər buna. Loğman da durur, deyir ki, ey cənnət əhliləri. İcazə versiniz, mən sizə bir sual verim. Deyir, buyur. Deyir, mən indi bir dənə şəkil çəkəcəyəm. Siz o şəkilə qiymət verirsiniz. Deyir, buyur. Bu bir dənə eybəcər şəkil çəkir. Görsədəndə bunlar başlayırlar gülməyə. Ha, bu nədir çəkmisən? Lağ eləyirlər buna. Nədir çəkmisən? Bu da deyir, bu şəklin rəssamı mənəm. Amma mənim rəssamım Allahdır. Siz səhərdən mənim rəssamımı gülürsünüz, burnuna bax, qulağına bax. Bilala deyirdilər ki, Allah ondan razı olsun ki, qarasan sən. Bilal keçirəm ki, lağ eləyirdilər Bilala. Bilalı tanıyırdın da, əzan deyəni. Gündən bir günü Peyğəmbər xütbədə dedi ki, bu ağdır, vərəq. Bunun üstündə qara ilə yazmasınız. Siz oxuya bilərsiniz? Yox, oxuya bilmərik. Oxuya bilmərik. Deyir, oxuya bilmərsiniz, Allahın məsləhəti olub, birini qara yarasın, birini ağ. Siz Allah'ı gülürsünüz, ona gülmürsünüz axı. Biz öz başına döyürük axı. Bu dünya niyə görə bəlaya düşüb belə? Ona görə ki, Allah'a yalandan danışırlar, Allah haqqı. Qurana and olsun, Allah haqqı, Quran haqqı. Bilsən, insanlar o yaltaqlıq, o eləmək. Başırsan, insan gerək həyatını düz yaşamalıdır. Bir gün duz çörəyim var, şükür sənə ya Rəbbim. Yox, biz bu göndərdiyi şükürü duzla çörəyi. Deyirik, yox Allah, sən nəsə düz eləmədin, sən mənə niyə ət göndərmədin? Uca onun hökmünə qarışırıq. Bax, budur. İndi şükür Allah'a hamımızda mobil telefon var, düzdür. İndi sən Bakıda oturup Amerika'yla görüntülü danışa bilirsən, hə? Hərə gedirsən kamera var, ha? Səni çəkir. Narazısan deyirsən hər yerdə mənə. İndi sən Allah'ın gözüne bax da. Allah bizi necə görür hamımızı. Evimizdə də, yatağımızda da, bayırımızda da, hər yerdə Allah necə bizi görür. Bizə gerək subut dəlil olsun ki, biz gözümüzlə görək, kamera var, bizi çəkir. Amma o kameradan qabaq bizə deyirlər, Allah hər şeyi görür. Biz ona inanmırıq. Budur bəla. Mən sizə bir söz deyim, Murad. Günlərin bir günü Peyğəmbər oturub meçətdə, cəmaət gəlib Peyğəmbər sallallahu aleyhi və sallama şikayətə ki, ya Rəsul Əkrəm, filan məmləkətdə biabırçılıq evlər var da, gedib onun ifadəsində demək istəmirəm. Peyğəmbər sallallahu aleyhi və sallam qəzəblənir, çağırır Həzrət Əli aleyhissalama. Deyir ki, ya Əli, get filan yerə, cəmaət şikayət edir. Bax, nə görmüsən, gəl mənə danış. Həzrət Əli aleyhissalam gəlir. Peyğəmbər durur, deyir, ya Əli, nə gördün orada? Dedi, and olsun Allah'a, getdim, gəldim, heç nə görmədim. Dedi, pes bu cəmaət neydi gəlib şikayət? Dedi, and olsun Allah'a, mən heç nə görmədim. 3 dəfə Həzrət Əli aleyhissalam bu sözü dedi, Allah'a and olsun. Dedi, pes necə görmədim? Dedi ki, mən oradan keçəndə gözümü bağladım, qaydanda da gözümü bağladım, qayıtdım. Sözün məntiqi nədir? Sən özün gedirsən, görürsən bunu, tamaq salırsan, məmləkət burada pırçon. Sən bizim daxilərimizdən danış, sən bizim gözəl insanlarımızdan danış, ulu babalarımızdan danış. Bax, bu məmləkətdir də, razısan mənimlə. Bu məmləkətdə hamısı öz yerini bilməlidir, böyük, kiçik,
Hamısı öz yerini bilməlidirlər, düzdür? Bu böyük, bir gün belə hərəkətlər eləyirsə, cavan ondan nə ibrət götürməlidir? Ha? Böyük 65 yaşında kişi şortiklə çıxır bayıra. Ha? Adicə, bir dənə ağacın altında oturanda sənin xəbərin var ki, sən o ağaca rəhmət diləməlisən, kim onu əkib? Dünyada yoxdur, onun kölgəsində oturmuşsan, sən. Bu insan yoxdur həyatda, amma onun əməli var. Onun kölgəsində oturmuşsan. Peki mən sənə niyə dedim ki, ölü kəndin diri insanları. Biz özümüz bu məmləkəti öldürürük. Böyük yox, kiçik yox. Bağışda mən televizora baxırsan, deyir, ata oğlu öldürüb. Ata oğulla oturub bir yerdə içəndən sonra nəsə olmalıdır da. Ha? Sən harada görmüsən bizim vaxtımızda biz ata ilə oturaq, içki içək, yoxsa nəsə eləyək? Olub belə şey. Biz toyda böyüklərlə oturmamışıq. Biz müəllimi görəndə yolumuzu dəyişirdik ki, birdən müəllim deyər ki, bu dərs oxumur, küçələri verilənir. Sən hamısı bu məmləkətdən asılıdır. Başa düşürsən, hə? İndi şəbəkədir. Qardaş, sən bu verişi hazırlayırsan, gör nağda insan keçmişə qayıdır. Gör nağda insan kövrənir. Nağda insan gözünün qabağına babaları, kəndin iyisi, qoxusu, onun bağışlı təndiri, nağda bunların yaddaşına gəlir. Ha? İndi cavanlar nə edir? Baboş, obursu, nə bilim nə. Hələ oturublar, nüfunətə gedirlər. Ana, bax, mən sənə bir dənə adicə, niyə görə boşanmalar çoxdur? Bilirsən, niyə görə? Kökün heç nə tanımır, sevdim, getdi, qapı döydü, aldı. İndi gənc nəsil oturub, evlənmişik. Mən oturmuşam kresloda, telefon əlimdə, gəlin oturub divanda, əlində. Mən yazıram, mənə çay götür. Dur, atdım. O mənə yazır ki, sən özün götür. Maraq yoxdur. Dur, onunla bir danış, bir dinə sabağı bizim nə planımız var? Sabah gedək, anova baş çəkək, ya gedək mənim anama baş çəkək. Nəsə maraq olmalıdır. Bilirsən, bunlarda maraq yoxdur. Bunların marağı nə gördülər, o ona görsədər, bu ona görsədər. Bu deyər, bax, nə qəşək başındır, bu da deyər, gör, nə qəşək sırğa satırlar, nə bilim nə. İnsanların o alıcı qabiliyyəti sıfıra yenir. Sənə hörmət eləyərlər, bilirsən necə? Sən paltarı geyin, qalstuk, şalvar, nə bilim, yenə prakata maşın götür, həyətə gir. 5 daqiqanın içində sənin qonşuların sənə münasibəti dəyişəcəklər. Uca sənə belə salamlaşacaqlar. Salam Murad müəllim, necəsən? Harada plan yerdə işləyir. Murad müəllim. Amma indi onlara qurban olun mən. Həyəti süpürənlər, ana bacımız, qozalarımız, küçələri səhər tezdən 5-də süpürənlərin paltarını gey. Dərk eləmirlər. 124 min peyğəmbər, onların çoxsu kim olub? Çoban. Çoban olub. Musa peyğəmbər kim olub? Ha? Lakin bu çobanlıqda nəsə var idi ki, Allah onlara onu verib də, ha? Qalstuk verməyib ki, Mercedes verməyib ki, ha? Onlara deyib çoban olmalısan. Amma mənim dinimi insanlara çatdırmalısan. Bax, budur. Bizdə cəmiyyətdə geyimlə səni qabul edir. Bıyaqları mən sənin ağsaqqalla danışdım. Gör neçə il o harda işləyib, mən sənə dedim də harda işləyib. Xızı cəmaatı da bilməyib ki, o harda işləyib. Maşından da düşəndə salam, nə dərdimiz var? Bunu da eləyib heç kim bilməyib. Sən bu insanın əxlaqıdır, bu insanın köküdür, bu insanın varlığıdır. Biz bu dünyadan heç nə aparmayacaq əməldən başqa, ziyanımızdan başqa, günahlarımızdan başqa.
Pes niyə görə azanda deyir xeyir əməl, tələs, xeyir əməl görməyə. Onu çıxardardılar da azandan. Onu sənə deyir ki, sən namaza gəlmişsən bir gün ərzində nə əməl eləmişsən? Allahın adı salamdır da bir adı. Hə? Durub gör Allahın adıyla zarafat eləyirlər. Salam aleyküm. Sən onu deməlisən, salamu aleykum. Yaradanın adını çəkirsən, gözəlliyinə salamu aleykum. O da sənə deməlidir ki, və aleykumussalam və rəhmətullahi və bərəkatuhu. Gözəlliyi budur da qardaş. Amma sən durub Allahın adını salam, tutaq ki, salam. Bunda olur. Sən fikir vermişsən, axır vaxtlar yeməyin dadı yoxdur. Nə alırsın, dadı yoxdur da qardaş. Niyə görə? Ona görə bizə yazı var idi də. Belə bir gün gələcək, iki mələk, birinin adı Ruzi, birinin adı Bərəkət. Allah'a o da şikayət edəcək ki, Allah deyəcək ki, dünyanı tərk edir. Fikir verirsən, çörək salapanda, nə bilim filan şey salapanda, hamısı salapanda. Görürsən, qabaqlar neydi? Sən saat 5'də yatanda elə azan gəlməmiş, nənələr təndiri yandırardı. Şap! Birinci çöreği vuranda, kəndin o başından bu başına çöreğin iyi gələrdi. Məhəmməd durğuzardı, deyərdi, bala, çörək qutarar, get Fatma xala gilə, çörək götür. Biz də ayaqların yuxlu qaçırdıq, 4 dənə, 5 dənə istik təndir çörək götürürdük. Gözəl idi, hə? İndi kətdən gəlib şəhərə, qardaş, biraz vəzifəsi olub, qalxıb, o yadından çıxardıb ki, o kətdən qalıb. O ataların bir sözü var, kəndivə qayıt, kəndivə. Adam keçmişini itirməməlidir. Keçmiş sənin gələcəyindir. Bir gün sən özünü necə cəmiyyəti görsətdin, bir gün sənə də çubuq gözləyir, xəsa. Sənə də o qocalığında gözləyir. Yaxşı olaq da, bir-birimizə yaxşı olaq. Bir plaşatkada 3 dənə qonşu yaşayır, bir-birini tanımırlar. Bir-birinə salam vermirlər. Hələ evə girməmiş, arvad belə ilə çıxır qabağa deyir, gördün, filan kesin arvadı nə komplektlə girdi. O oğruluğu bacarır, alıb geyib. Mən oğruluğu bacarmıram. Mən niyə bu sözü deyirsən? Bu ailə əxlaqı. Gəl bir-birimizə hörmət qoyaq. Yaxud qadın durur deyir, mən kişi kimi qadınam. Əstağfurullah. Səni Allah qərar verib qadın. Sən əməlində qadın kimi ol, kişi sənin yanında aciz olar. Kişi sənin yanında aciz olar, sən qadın olsan. Qadın. Bir günü bir dənə qadın dərman alırıq, bunun dodaqları belə şişib, buradan belə nakolka. Gəlib, indi mən onu deyirəm, xanım, görürsünüz cəmaat yanımda, mən də qaziyəm, mən də növbədən qırağa keçirəm. Bura xəstəxanada hamısı ağrır, ona görə növbədə durmuşam. Niyəsən? Mən Azərbaycan qadınıyam, mən. Dedim bir dağa deyən, Azərbaycan qadını mənim anamdır. Azərbaycan qadını belə olmaz. Bu nədir la? Allah səni, mən bu yağlar Loğman surəsini dedim, məni Allahım yaradıb. Sən durub Allahlıq edirsən, deyirsən, yox, mənim dodağımı düzü qoymamısan. Mənim dodağımı düzü qoymamısan. Mənim dodağım belə olmalıydı. Üsyan qaldırmısan da Allaha qarşı. Sən mənim Allahıma hörmət qoymayandan sonra mən sənə nə hörmət qoyum? Ona görə də bu dünyanı düzəltmək üçün biz birinci özümüzü düzəltməliyik. Özümüzü biz düzəltməsək, danışmaq çox olar. Mən demirəm, mən svitoyam. Mənim də pis əməllərim olub, mənim də pis əməlim ola bilər, başa düşürsən, amma gerək dərk eləyəsən. Bir gün mən sən xətribə deydimsə, evə getməmişdən qabaq mən fikirləşməliyəm, deməliyəm, anamın xətrinə deymişəm. Qoy bir zəng gelim, ondan üzül istəyim. Başa düşürsən, hə? Sən ondan üzül istəyəndə sən alçalmırsan, sən ucalırsan. Onun ürəyi sıxası belə, başa düşdü, məndən üzül istədi, sevinc oldu ona.
Sən də rahat getdin dedin ki, bir adamın könlünü aldım.